Bu gün istədik ki, davranış pozuntularından, idarə olunmasından, səbəblərindən və həlli yollarından danışaq. Qonağımızı sizə təqdim eləyim. Həkim, psixiatr, psixoterapevt Yasəmən Səmədova. Bu sadəcə dırnaq yeməyə ya da saç qopartma deyil, bu davranış pozuntusu deyil. Burada daha ciddi bir problemlərdən və şikayətlərdən danışırıq. Bir hiperaktiv uşağa həmən xəstədir, problemdir, normal deyil, damğalaya bilmərik. Bəziləri də bunu genlə əlaqələndirirlər, nəsildən gəlir. Yəni mən də belə olmuşam. Atası da belə olub. Hiperaktiv uşaqlar impulsiv olduqları üçün onlar da nizam-intizama tabe olmaqda çətinlik çəkirlər. Nə zaman biz davranış pozuntuları daha çox görürük? Ailədə valideyn yanaşması daha sərt olan, radikal olan və eyni şəkildə laqeyd olan valideynlərdən. Biz əlimizdən gələni elədik, amma artıq bacarmırıq. Bir mütəxəssisə, bir psixoloji dəstəyə ehtiyac var. Uşaqlıqda başlayan davranış pozuntusunun riski daha yüksəkdir və gedişatı daha pisdir. Davranış pozuntuları hər yaşda özünü göstərir, amma elə bilirəm ki, yəqin ki, xüsusi bir yaş dövrü var ki, orada daha qabarıq şəkildə biz bunu müşahidə eləyə bilərik. Tədqiqatlar göstərir ki, gün ərzində 2 saatdan çox ekrana məruz qalan uşaqlarda davranış pozuntularının riski demək olar ki, 2 qat artır. Davranış pozuntuları da məncə digər problemlər kimi səbəbsiz yaranmır. Uşaq yalan danışırsa, uşaq oğurluq eləyirsə, gəlin bir səbəblərinə baxaq.